İngilis dilindən tərcümədə Quick Response, yəni sürətli cavab mənasını verən QR kodlar əslində ənənəvi ştrik kodların daha təkmilləşmiş və böyük həcmdə məlumat tutumuna malik olan iki ölçülü formasıdır. İlk baxışda sadə qara və ağ kvadratlardan ibarət görünsə də, bu kodlar daxilində veb-sayt linklərini, mətnləri, vizual keçidləri və rəqəmsal vizit kartları gizlədir. İctimai məkanlarda bu sistemdən istifadə həm vaxta qənaət edir, həm də kağız daşıyıcılara olan ehtiyacı minimuma endirir. Tanımadığımız QR kodlar heç vaxt skanlanılmalı. Nə üçün? Qarşı tərəf, üçüncü tərəf şəxslər və yaxud da ki, kiber təhlükəsizliklə məşğul olan şəxslər, kiber təhlükələr bizi gözləyir, kiber risklər bizi gözləyir bu hallarda. Çünki üçüncü tərəf şəxslər artıq məni tanımadığı halda, mənim məlumatlarımı oğurlamaq üçün özləri saxta olaraq fake-dən yaratmış bir Wi-Fi şəbəkələri linkin qoya bilərlər və yaxud da ki, öz yaratdıqları saytların, öz databeyzlərinin və yaxud da ki, hər hansı bir fake saytların linklərini qoya bilərlər QR kod formasında ki, artıq biz onu skanladığımız zaman artıq hədəf biz oluruq. Təbii ki, linkləri açdığımız zaman birinci növdə biz onun subdomaininə və yaxud da ki, domaininə baxmaq lazımdır. Artıq QR kod vasitəsilə və yaxud da ki, aydın olan, araşdırdığımız zaman internetdə SSL sertifikatı olan saytlar vardırsa, yəni HTTPS sayt SSL sertifikatını, TCL sertifikatını dəstəkləyirsə, bu saytlar artıq təhlükəsizdir. Niyə? Çünki Google tərəfindən rəsmi olaraq SSL sertifikatı aktivdir. Yox, əgər biz sayta girdiyimiz zaman başlıq hissədə notebook üzərinə girirsə, qırmızı pop-up'lar verirsə, yəni HTTP özü ilə, yəni SS verirsə, bu zaman artıq sayt çox təhlükəli və risklidir. Niyə? Çünki SSL sertifikatı və TCL sertifikatlar olmadığı üçün artıq bizi təhdiddə gözləyir bu sayta girdiyimiz zaman. Azərbaycanda artıq demək olar ki, QR kodlar çox geniş yayılıbdır. Hətta kafe, restoran sahələrində ən çox. Yəni bunlar da artıq hazır bir menyu saytlarından alırlar. Bunlar artıq o qədər də təhlükəli deyil deyə düşünürəm. Niyə? Çünki hazır menyu saytlarından və SSL sertifikatı olan rəsmi qlobal saytlardan alırlar. Yəni özləri əldə yaratma fake saytlardan deyil. Bu kiçik ştrixlər həyatımızı asanlaşdırmaqla yanaşı, həm də rəqəmsal dünyanın yeni bir qapısıdır. Lakin hər bir texnoloji yenilik kimi istifadə olunan QR kodların da təhlükəsiz istifadə qaydaları mövcuddur. Çünki kiber məkanda hər bir rahatlığın arxasında müəyyən risklər də gizlənə bilər. Bəs görəsən, təhlükəsizliyimizi qorumaq üçün hansı addımlar atmalıyıq? Google Play Store tərəfindən təsdiqlənməmiş proqramlar, APK proqramlar endirməyini telefonunuza hər bir halda, yəni Google tərəfindən APK faylları heç bir halda endirməyin. Çünki təbii ki, içərisində modifikasiya edilir. Yəni QR kod adətən deyir, QR kodu skanlayıb bu proqramı endirəsən avtomat telefonla, bunları qəti şəkildə etmək. Əgər rəsmi bir proqramsa, App Store və Play Store-da onsuz da olacaqdır. Yox, əgər rəsmi deyilsə, Google üzərindən və yaxud da Yandex brauzerlər üzərindən endirsə, təbii ki, bu hər bir halda risk daşıyır. Niyə? Çünki Play Store və App Store bunu rəsmi olaraq təsdiqlənmir ki, içində hər hansı bir üçüncü tərəfi məhdudiyyəti qoyan şəxsi məlumatlar vardır. Yəni, təbii ki, bu onları endirməməliyik. Digər növbədə, bu gün mən QR kodu skanlayıramsa, ilk növbədə bu QR kodu nə üçün skanladığımı özümə sual verməliyim. Mən bu QR kodu skanlayıb nə qazanacam? Bu QR kod kim üçündür? Mənim işimə yarayacaqmı? Təbii ki, biz bu AI alətlərindən yararlanıb, onların köməyindən də istifadə edib, bu QR kodların nə qədər təhlükəsiz olduğunu anlaya bilərik. QR kod içərisinə özümüz daxil olmadan da AI skeçini açsaq ki, bəs bu QR kodu analiz et, nədir, hansı sayta xidmət edir, hansı vəzifəyə, hansı işə xidmət edir, mənə de. Təbii ki, bizə AI alətləri bizə məlumat verəcəkdir ətraflı ki, təhlükəsizdir, SSL sertifikatı var, TCL sertifikatı var və yaxud da ki, HTTPS-i dəstəklənmir. Bunlar hər birini bizə məlumat verəcək. Göründüyü kimi rəqəmsallaşan dünyada addımbaşı qarşılaşdığımız bu QR kodlar düzgün istifadə edildikdə zamanın və məsafənin ən qısa yoludur. Əsas məsələ isə bu yeniliklərdən faydalanarkən rəqəmsal savadlılığı və təhlükəsizlik qaydalarını unutmamaqdır. Çünki texnologiya bizi idarə etməməli. Biz texnologiyanın imkanlarından doğru şəkildə yararlanmağı bacarmalıyıq.